Biz bu ayın adını, təlim adını qoyduq və çox da gözəl qeyd elədiniz onu ki, Allah Taala insanın özünü özünə sübut eləmək istəyir ki, yəni sən ey insan bacararsan, Bəli. sən gör kimsən. Yəni o bəhanələri gətirmədən bir növ də burdan Allah Taala insanın iradəsini özünü özünə sübut eləməklə burada əslində belə bir şey baş verir. İnsanın gizlində qalmış və özünün də inanmadığı bir istedadını, potensialını Allah Taala üzə çıxardır. Məsələn, bəhanə gətirdi ki, mən bacarmaram. Mən falan məsələn vərdişi tərk eləməyi bacarmaram falan. Amma o iradəni ki, oruç tutmaq vasitəsilə özündə görür və görəndən sonra da bəlil insanı əla nəfsihi bəsirə. Hər bir insan özünü tanıyır da, özdə çox maraqlıdır ki, ayədə düzdür, tərcümələrdə tanımaq veriblər. Əslində elə də tanımaqdır, amma bəsirə sözü görməkdir. İnsan özünü o dərəcədə tanıyır ki, hətta özünü görə biləcək qədər. İnsan özünü görə bilməz, gərək güzgüyə baxsın, görsün. Yəni insan özünü, mən səni o qədər tanıya bilmərəm, nəinki sən özünü tanırsan. Və əks tərəfi də o cür. İnsan özünü tanıyır, sadəcə olaraq bəzi istedadlarından, potensiallarından, belə deyək, müəyyən vərdişlərə görə, belə deyək, xəbərsiz qalır. O bəhanələr onu qoymur ki, öz istedadını ortalığa çıxartsın. Hər bir insanın vücudunda Allah Taala yaradanda iradəli yaradıb. Yəni hər bir şeylə yaradıb da, belə deyək, bütün xüsusiyyətlər hər bir insanda var. Amma bir çox insanların o xüsusiyyətlərdən, belə deyək, xəbərsiz qalıb, özlərindən xəbəri yoxdur. Bir növdə bu mübarək Ramazan ayı, həmin təlim ayı insanın bu istedadını, potensialını üzə çıxardır və özünə də sübut edir ki, deməli insan sən iradəlisən və bunu bacararsan.